Salam hörmətli izləyicilər, videoya xoş gəldiniz. Artıq buraxılış imtahanları tamamilə yekunlaşdı. Blok fənlərinə fokuslana bilərsiniz. Odur ki, birinci və ikinci sualın izahına baxın. Birinci sualı mən qeyd etməyəcəm, ikincini qeyd edəcəm. Onsuz da ikisi də mahiyyətcə eynidir. Harmonik rəqs edən cismin koordinatının zamandan asılılıq qrafiki təsvir olunmuşdur. Qrafikin hansı hissələri cismin impulsunun modulunun azalmasına uyğundur? Deməli, qrafikə baxırıq. Biz bilməliyik ki, harda x artırsa, onun yanında həm də qüvvə, təcil və potensial enerji də artır və bunların artdığı yerdə sürət, kinetik enerji və impuls azalır. Elə bil ki, bunlar bir komandadır, bunlar da bir komandadır. Biz baxırıq, 1-dən 2-yə doğru getdikcə bu komanda artır, deməli digəri azalır. Bizdən impulsun azaldığı hissəni istəyirdi, birisi 1-2-dir. Sonra 2-dən 3-ə doğru getdikcə bu komanda azalır, x azalır, axı 0-a doğru gəlir. Onda impuls komandası artır. Deməli, bunu götürməyəcəyik. 3-dən 4-ə doğru getdikcə x modulca yenə də artır. Onda bu komanda artır, əvəzində bu komanda azalır. 3, 4-ü götürəcəyik. 4-dən 5-ə doğru getdikcə bu komanda azalır, impuls komandası isə artır. Deməli, biz götürəcəyik 1, 2 və 3, 4-ü. Doğru cavab C variantı.